Ordubadın qədim məhəllələri, əsrlərin yaddaşını yaşadan mədəniyyət nümunələri artıq sadəcə Naxçıvanda deyil, beynəlxalq səviyyədə də tanınır. Şəhər İSESCO-nun İslam dünyası irsinin ilkin siyahısına daxil olunub. Qeyd edək ki, bu daxil olma şəhərin tarix və mədəniyyət irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Aparılan araşdırmalar göstərir ki, Ordubad rayonu ərazisində Paleolit dövründən başlayaraq insanlar məskunlaşmışdır. Ordubad şəhərinin inkişafında orta əsrlər dövrü xüsusi bir mərhələ təşkil edir və məhz bu dövrdə Ordubad şəhəri demək olar ki, dünyanın müxtəlif yerlərində, müxtəlif mənbələrində məşhur olmuş, onun adı qədim yazılı mənbələrdə keçmişdir. Və Ordubad şəhəri eyni zamanda Naxçıvanın memarlıq abidələri ilə, memarlıq tikililəri ilə zəngin olan bir şəhəridir. Hər küçədə meydan, məscid, bulaq var. Çətir tutar onlara xan çinarlar. Yarı şəhər sırası buzxanam var. Bir dünyasan, bir cənnətsən, min büsat. Qoca şərqin aynasısan Ordubad. Şəhərdə qorunub saxlanılan tarixi məhəllələr, qədim məscidlər, karvansaralar və yaşayış evləri onun özünəməxsus memarlıq simasını formalaşdırır. Mütəxəssislərin fikrincə ilkin siyahıya daxil edilmə gələcəkdə şəhərin əsas siyahıya salınması üçün zəmin yaradır. Ordubad şəhəri həm dünya əhəmiyyətli memarlıq, həm də arxeoloji abidə kimi dövlət qeydiyyatındadır. Şəhərin tarixi məhəllə sistemi, məscidləri, mədrəsə və kəhriz şəbəkəsi onun özünə məxsus şəhərsalma ənənəsini əks etdirir. Bu qərar Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu öndərimiz, ümummilli liderimiz buyurmuşdu ki, Ordubad Azərbaycanın incisidir. Ordubad təkcə dadlı, ləzzətli meyvələrinə görə deyil, Ordubad təkcə mənzərəsinə görə deyil, Ordubad Şahın buyurdu, Şah Abbasın buyurduğu kimi intellektinə görə, ağıllı insanlarına görə, Allaha bağlı, pak, niyyətli insanlarına görə seçilibdir. Prezident İlham Əliyevin 2024-cü il 21 fevral tarixli müvafiq sərəncamı ilə Ordubad Dövlət Tarix Mədəniyyət Qoruğunun yaradılması bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bariz nümunəsidir. Tarixi abidələrin bərpası, qədim şəhər mühitinin qorunması və beynəlxalq təşkilatlarla əməkdaşlıq bu istiqamətdə görülən işlərin sistemli xarakter daşıdığını göstərir. İslam dünyası irsinin siyahısı üzv ölkələrin ərazisində yerləşən mühüm tarixi və mədəni abidələrin qorunmasını təşviq edir. Ordubadın bu siyahıya daxil edilməsi həm də Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Ordubadın qədimliyi yazılarda, səlnamələrdə rastlaşırıq. 17-ci əsrdən bu günə qədər gələn və o dövrdə bərpa olunmuş, tikilmiş və bizlərin nəslə bu nəslə 21-ci əsrə qədər gəlib çatan həmin bu tarixi abidələrimiz bu gün də dövlətimiz tərəfindən, xalq tərəfimizdən ayrılıqda qorunur və onlar bilirik ki, daşlar ilə düzəlmiş bir, daşlar ilə tikilmiş bir binalardır. O binaların tikilməsində bugün yeni bir ruh, yeni bir canlanma verərək onları eyni formatda, eyni şəbəkələrdə, keçmişdə qoyulan şəbəkəni müasir şəkildə qoruyaraq yenidən bizlərə geri qaytarırlar. Şəhərin orta əsrlərdən qalma strukturu, İslam dövrü memarlıq nümunələri ilə məscidlər, hamamlar, karvansaralar, bazar meydanları, yaşayış evləri və ticarət yolları üzərindəki mövqeyi ilə İslam mədəni irsinin tipik və dəyərli nümunəsi kimi qiymətləndirilib. 1977-ci ildə tarix memarlıq qoruğu olan Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun ümumdünya irsinin ilkin siyahısına salınıb. Cənab Prezidentimiz İlham Əliyev 21 fevral 2024-cü il tarixdə Ordubad Dövlət Mədəniyyət Qoruğu yaratmışdır. Ordubad şəhərində 291 abidə mövcuddur. Bunlardan 177-si yerli, 110 ölkə, 4 dünya əhəmiyyətlidir. Cami məscidi, Sərşəhər məscidi, Mincis məscidi, qarşısında dayandığımız Qeysəriyyə bu abidələrin siyahısında mövcuddur.
Ordubad sadəcə qədim şəhər deyil, həm də İslam mədəniyyətinin yayıldığı, ticarət və tolerantlıq mərkəzi kimi inkişaf etdiyi yerdir. Bu gün də onun dar küçələri, qədim abidələri və mədəni irsi regionun zəngin tarixini canlı şəkildə əks etdirir. Şəhərin İSESCO-nun ilkin siyahısına daxil edilməsi ölkəmizdə elan edilmiş şəhərsalma və memarlıq ilinə mühüm töhfə, Azərbaycanın zəngin tarixi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində növbəti mühüm addımdır. Həsən Məmmədov, xanım Rüstəmzadə, İlqar Məmmədov, NTV Xəbər.